Salam aleyküm əziz izləyicilər. Bildiyiniz kimi 2026-cı il may ayının 5-də Ələsgərov Vüsal Gülbəroğlu məni şikayət edərək 8 sutka həbs edilmişdir. Hansı ki bu həbsdə biraz qeyri-qanuni mən hesab edirəm. Çünki orada qeyd edirlər ki, mən onun şərəf və layiqətinə toxunmuşam, təhqir eləmişəm. Mən sadəcə olaraq orada demişəm ki, insanın şərəfi, layiqəti olar. Bu təhqiramiz söz deyil. Bu tənqidamiz sözdür. Kimsə şərəfinin adını çəkmək o deməkdir ki, onun şərəfinə sən toxunursan. Mən heç kim şərəfinə artıq əski bir söz deməmişəm. Mən sadəcə demişəm ki, adamın şərəfi, qeyrəti olar ki, yanındakı olan qazilər, əli kəsik, ayağı kəsik qazilər dura-dura bu medalı yalancı qaziyə alır, hədiyyəni yalancı qaziyə verirlər. Buna görə ona 8 sutka həbs verirlər. Ancaq Goranboy rayonunun Veteranlar Şurası üzvləri və onun sədri onun haqqında ərizə yazıblar. 13 nəfər veteranlardır, qazi və veteranlar. Onun haqqında saxta medal daşımaq üçün ərizə yazılıb. Cinayət Məcəlləsinin 534-cü maddəsinə əsasən 300 manatdan 500 manata kimi cərimə tətbiq olunmalıdır bu şəxsə. Və saxta medal daşıması üçün 341-ci maddədən 40 manata qədər cərimə tətbiq olunmalıdır. Hansı ki, bunlar heç biri olunmadı. Yəni may ayının 8-dən buna Goranboy rayon prokurorluğuna müraciət olunmuşdur ki, yəni bu barədə baxın, bunun haqqında araşdırsın, Ələsgərov Vüsal Gülbəroğlu haqqında araşdırma aparılsın. Prokurorluq işi Goranboy rayon polis şöbəsinə ötürmüşdür və onun haqqında araşdırma aparıldı, amma hələ ki onun işinə tam baxılmıyor. Saxta qazilik daşınma 510-cu maddə, Cinayət Məcəlləsinin 510-cu maddəsinə əsasən bu şəxs həbs olunmalıdır, cinayətə cəzb olunmalıdır. Saxta jurnalistik vəsiqəsi daşınma və saxta jurnalistik fəaliyyəti göstərmə 320-ci maddə, Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən bu şəxs 3 ildən 5 ilə qədər azadlıqdan məhrum edilməlidir. Təəssüflər olsun ki, hələ ki gör neçə vaxt keçibsə də,